Salam əziz şagirdlər. Bu gün sizlərlə nisbət tənasüb faiz bölməsinin bir maraqlı sualının izahını verəcəm. Gəlin birlikdə başlayaq. Deməli, A-da 4 bərabərdir B-də 5 və A üstə gəl B bərabərdir 27 olarsa deyir, B minus A fərqini tapın. Əvvəlcə misalını yazaq. A-da 4 bərabərdir B-də 5. Biz buradan baxan kimi nisbət bölməsindən bilirik ki, əvvəlcə bunu istəyirsinizsə göstərmək üçün bu şəkildə yazaq. X şəklində vuraq bir-birinə. Yəni 4B-miz bərabər olsun 5A-ya. Buradan görürük ki, B-miz 5K-ya bərabərdir. A-mız da 4K-ya bərabərdir. Və yazaq. Nə veribsə bizə onu yazaq. A üstə gəl. B-miz deyir 27-dir. Yazdıq. A-nın yerinə 4K, B-nin yerinə 5K yazırıq. Bərabərdir 27-yə. 9K-mız bərabərdir 27 və K-nı tapdıq. K-mız da bərabərdir 27 böl 9 eləyir 3. Və bizdən B-miz A fərqini soruşur. Biz əvvəlcə B-ni və A-nı tapmalıyıq. Gəlin bunu fərqli rəngdən yazaq ki, sizə də tam aydın olsun. 5K-mız bərabərdir. K-nın yerinə nə qoyacam? 3. 5 vur 3 bərabərdir 15. A-mız da 4K-dır. K-nın yerinə 3 yazacağam. 4 vur 3 bərabərdir 12. Və məndən B minus A-nın fərqini soruşur. B-miz 15, A-mız da 12-dir. 15-dən 12 çıxanda 3. Cavabımız 3. Deməli, A bəndidir.